Hər vaxtınız xeyir olsun dostlar. Necəsiniz? Ümid edirəm yaxşısınız. Deməli, biz yeni həftəyə artıq başlamışıq. Bildiyiniz kimi bugün birinci gündür və yenidən əməliyyatlar açacağıq botla. Hal-hazırda CHP-JP-dəyik. Həftə sonu bazar zaten bağlı olduğu üçün yalnız həftə içi videolar gəlir kanala. Yəqin ki, buna nəzər salmısınız. Və CHP-JP-dəyik hal-hazırda dediyim kimi və bunun üçün 92% verdiyinə görə də buradan başlayaq. Real valyutalarda ticarət edirik. Əvvəlki videolara baxın. Ətraflı bütün bu bot haqqında ətraflı məlumat əvvəlki videolarda öz əksini tapıb. Və CHP-JP 3-cü hissədə idi. CHP-JP bəli seçdik. Biz 2 dollarla başlayırıq. 200 dollar üzərindən hesablanmış bir deməli məbləğdir bu 1%-nə. Yəni sizdə 100 dollardırsa balans, siz deməli 100 dolların 1% ilə, yəni 1 dollarla əməliyyatlar açasınız. Hansı ki mənim əvvəlki videolarımda da elə 1 dollarla əməliyyatlar açmışam. Biz biraz pis yerdən açdıq. Kaş Şamın o açılış yerinə gələn hissəsindən açardıq, amma heç olmaz. Yəni gözləyək, olmasa belə bizim martingəllərimiz zaten var. Və bizə lazımdır ki, burada bu hissəni qırıb aşağı getsin və biz buradan 1.84, yəni 92%-i 1.84 edir 2 dolların. Və biz buradan həmin xeyri götürə bilək. 20 saniyəmiz qalıb. Hələ ki əməliyyat gözəl gedir. Yəni Şam yaxşı yerdədir və təqribi 10 saniyəmiz qalıb. Çox güman bu əməliyyat plusla nəticələnəcək. Amma mən yenə də tez deməyim. Çünki yəni burada son saniyələrdə sürprizlər çox olur. Bəli. Elə dediyim kimi oldu. 3.84. Yəni 1.84 xeyirlə çıxdıq və 77% artıq. Onsuz da yəni xeyirlə çıxdığımıza görə biz valyutanı dəyişəcəyik. Amma əgər ziyandan çıxsaydıq da yenidən bu valyutada 77% olsa belə məcburilik davam edək. Çünki yəni bir valyutada minusumuz varsa onu götürənə qədər biz məcburuq ki orada olaq. Yəni zaten çox getmir yuxarı, amma həmin valyutada olsaq o yaxşıdır. Deməli, avro dollar seçmişik. İndi avro dollar üçün bizim minusumuz yoxdur və 2 dollarla əməliyyat açacağıq. İndi siqnal istəyək 1 dəqiqəlik üçün. Biz M1-dəyik dostlar. 15 dəqiqəliyə qədər var time frame'lər, amma biz M1-i seçirik. 2 dollardan yuxarı açdıq. Yuxarı siqnal gəldi. Higher yazılan, yaşıl olan yuxarı. Bunun əksi də lower'da olan aşağı deməkdir. Qırmızı rəngdə olan. Bizə lazımdır buradan yuxarı getsin, amma qayıtdı buradakı yaratdığı dəstəyə. İndi görək, hələ ki 40 saniyəmiz qalıb, amma yəni burada dəyişikliklər onsuz da tez-tez baş verir. Ona görə istiqamətə aldanmaq lazım deyil. Ola bilər son saniyələrdə, çünki plus elədikləri də olur. Hətta mənim əvvəlki videolarıma da düşüb bunlar. Bizim 25 saniyəmiz qalıb. Bizə lazımdır ki, bundan sonraki şam yaşıl olsun, yuxarı davam eləsin. Biz də xeyrimizi götürək 1.84. Deməli, hardasa 12 saniyəmiz qalıb. Və hələ ki lehimizə davam edir. İndi aşağı doğru hərəkət eləməsə təbii ki. Yuxarı impuls versin və bəli verdi. Bugün həftənin birinci günüdür dostlar. Yəni həftə əvvəl və həftə sonu, bir də ay əvvəl, ay sonu. Yəni həftəlik şamlar, bir də aylıq şamlar. Böyük time frame'lərdə açılış, qapanış vaxtları olduğu üçün siz həmişə deyir, məsələn, ola bilər sual verə bilərsiniz ki, niyə məhz elə həftənin əvvəli sonu falan deyirsiniz, əməliyyatlar ola bilər pis olsun. Yəni yeni bir şam açılır, böyük time frame. Bu da kiçik time frame'lərə əlbəttə ki birbaşa təsir edə bilər. Ona görə də yəni bazar biraz dəyişkən ola bilər. Amma özünə gələndən sonra necə ki aylıq şamlarda, ayın ortalarında daha yaxşı əməliyyatlar olur. Nəinki ayın əvvəli və ayın sonu. Yəni aşağı time frame-lə söhbət gedir açan əməliyyatlar. Bir də həftədə. Yəni həftənin əvvəli 1-ci gün və 5-ci gün qapanış vaxtı, açılış vaxtı. Deməli, həmin vaxtlarda da biraz bazarda yəni dəyişikliklər olur. Biz avro dollardan da xeyrimizi götürdük. Bu valyutaya təşəkkür edib dəyişirik, başqa valyutaya keçirik. 92% verənləri əsasən seçirəm gördüyünüz kimi. Çünki yəni bizə lazımdır ki, elə çox
faiz olanı seçək, götürək xeyrimizi və bununla da elə bazardan, yəni nə qədər tez aralaşsaq o qədər yaxşıdır. Çünki bazar mən həmişə deyirəm ac qurd kimidir. Yəni sizin əlinizdə olanı zaten mənimsəmək istəyəcək. Yəni sistem ona qurulub. Bizə lazımdır ki, müəyyən bir vaxt çərçivəsində xeyrimizi götürüb, yəni balansa uyğun təbii ki. Ondan sonra bazardan çəkilək. İndi outcut deyək biz, M1-dəyik. Outcut görək bizdə deməli 2-də idi. Həmən 3-ü birinci açdım. Burada 3 hissəlidir dostlar. Deməli outcut bəli burdadır. Outcut'ı seçdim. M1-i seçirəm. Get signal bizim üçün analiz eləsin. Mən də dediyim kimi həmişə mən videolarda vurğulayıram. Trail versiyonu, yəni o birisi bu arada yuxarı verdi siqnalı. Yəni məndə başqa hesabla qoşulub deyə ikili hesab açdırmışam deyə trail versiyonu bu hesabda, amma əsas hesabda premium versiyadır. Yəni sizdə də təbii ki alış zamanı premium versiya olacaq. Deməli orada məndəki indi trail versiyonda görürsüz burada yazılıb. Bir dənə süni intellektdən analiz edir, digər şeyləri nəzərə almır. Yəni trading view-dan da hətta baxmır, görürsüz. X çəkib, yəni belə xətt çəkib üstündən və texniki analizdə eləmir, hələ məndəki olan versiyasında, yəni kompüterdə köçürdüyüm. Amma sizdə hər bir şey nəzərə alacaq. Yəni özünüz də bunu şahid olasınız, sırf yəni qiymətlərlə analiz edəcək, iqtisadi, texniki və fundamental analiz edərək, üstəlik də 5 ədəd süni intellektdən istifadə edərək sizin üçün siqnal verəcək. Yəni hətta məndə aşağı verəndə ola bilər sizdə yuxarı versin. Trial versiyonundan, yəni premium versiyanın fərqi budur. Yəni daha dəqiq analiz verir premium versiya. Və bu arada biz plusumuzu götürdük. Artıq 3-cü əməliyyat üçün dalbada plusumuzu götürürük. Maşallah deyək. Və biz bu valyutaya da təşəkkürümüzü bildirib dəyişirik başqa 92. Yəni burada məqsəd odur ki, əsas məqsəd yəni bir valyutada takılıb qalmamaq. Yəni plusumuzu götürdük də çıxırıq. Yəni birinin arxasından düşməmək lazımdır. Düşməmək lazımdır. Deməli, favorit siyahımıza baxaq biz. Bu üçündə də, yox, bu bizə açmamışıq. Elə gəlin bunu seçək. GBP kaddır bura. Biz CHV-GPA ilə başlamışdıq. Deməli, GBP kadı seçək. Bu da 92%dir. Görək burada üzr istəyirəm. GBP kad burada ikinci hissədə olmalıydı. Bəli. GBP kadı seçdik. Bir dəqiqəlik. Mən keçən videoda dostlar paylaşmışdım bir nəfərlik 50% indirim. O yer artıq dolubdur yəni. Amma kim əldə etmək istəsə zaten standart qiymətdən endirimlə əldə edəcək. Yəni həminki standart qiyməti olmayacaq. Biraz endirimlə əldə edəcək. Özdəki premium versiyası. Deməli, bura görə yəqin ki, bax bu hissəyə görə, burada dayanma nöqtəsinə görə buradan aşağı verdi. İndi bizə də lazımdır ki, burada lower, qırmızı gəlib, ona görə istiqaməti aşağı verir. Bizə lazımdır aşağı getsin, yuxarı getsə də canımız sağ olsun. Çünki yəni mənim danışığımdan da yəqin siz hiss edə bilirsiniz ki, necə rahat danışıram. Nə mənada? Çünki yəni botun həm əvvəlki əməliyyatlarına, həm də ki, yəni indiyəcən olan keçmişinə güvənirəm. Ona görə bu əməliyyat həm də əlimdə olan martingale sistemi ona imkan verir ki, mən bir neçə əməliyyat aça bilim. Yəni burada təbii ki, normal bir şeydir. Yəni minuslar da olmalıdır. 100% deyilən bir şey yoxdur. Kimsə 100% desə, yəni bilin ki, o aldadır sizi. Mən hər bir zaman demişəm ki, botlar maksimum 70-80% və təqribi, yəni bir əzdə ondan yuxarı bəlkə kömək ola bilərsə, bu bot da elə həmin botlardandır. Bu arada əməliyyatımız, birinci əməliyyatımız minus oldu. Botu sırf köməkçi vasitə kimi. Yəni botdan necə istifadə edirik? Əməliyyat, daha doğrusu analiz eləməmək üçün. Yəni bot özü analiz edir və bizdə Lord ilə desək hazıra nazir. Elə əməliyyatlar açırıq. GBP kad seçdik yenidən, çünki $2 minusumuz var. Get signal. Signal alaq. Ayda buradan bir dənə çatdırsaq, yəqin aşağı verəcək. Görək. Aşağı, bəli. Dostlar, yəni tələsmədən açmaq lazımdır. Çünki məsələn, mən oradan aşağı aça bilərdim analizlərə görə. Amma yəni görüm, yəni bot da həmin fikirləşir, yəni proqnozu verirsə, onda daha yüksək faizli doğruluq ehtimalı var. Yəni bilmirəm başa salıram sizə ya yox. Yəni əsas odur ki, burada tələsmək lazım deyil. Zaten qismətdə varsa qazanacaqsınız.
Yəni qismətdə yoxdursa da, yəni nə olsa da itirəcəksiniz. Amma bu bot yəni kömək edir ki, həmin o qismət daha da yaxın olsun. Necə deyirlər? Yəni burada sırf botu satış məqsədi ilə bura qoymamışam. Mən balansı görürsüz get-gedə artırıram. Yəni ona görə qoymuşam. Bir müddətdən sonra heç botun satışı dayandırılacaq. Çünki çox adama yəni satmaq niyyətində deyiləm. Qiymətdə amma hər kəsin cibinə münasib qoymuşam. Bu əməliyyat plusla nəticələndir. Bəli, deməli biz plusumuzu götürdük və yendiririk $2. Aha. İndi başqa valyutaya keçək dostlar. Görək favorit siyahımızdan hansı daha yaxşıdır. Deməli Avrokad. Kadda artıq eləmişik, mən istəmirəm. Soruşdum, amma o birisilər də biraz aşağıdır deyə məcburam yenidən Avrokadı seçim. Yəni bir tərəfi kaddır, çünki təxminən bazar eyni hərəkət edir ona görə. Amma biz yenidən kad, yəni Kanada dolları bazarına giririk və görək burada 3-cüdə idimi? Eurokad, bəli 3-cüdədir. Eurokadı seçdik. Buradan da bir dəqiqəlik geç siqnal olaq. Dostlar, yəni görürsünüz nəticələrini siz əvvəlki videolarda da görə bilərsiniz. Bircə dəqiqə burada nəsə siqnalı verdi deyəsən. Bir dəqiqə mən videonu saxlayayım, baxım. Aha dostlar, aşağı siqnal gəlib. Məndə nəsə internetdə arada belə şeylər olur. Görürəm ki, yəni yenilənmədir, ona görə baxdım ekrana. Və biz düzdür, yəni əvvəldən əslində açmalıydıq bu şamın təqribən bu hissələrindən falan. Hətta bəlkə də başlanğıc. Heç olmaz. Yəni pis yerdən açıqsa da əsas o bot düzgün versin. Biz yəni səhv açsaq da olar. Yəni sizə bunu sırf başa salmaq istəyirəm ki, nə dərəcədə düzgün işləyir. Və bundan sonraki şamda qırmızı olarsa pis yerdən açmamıza rəğmən plusu götürərik. Amma yenidən göy şamla davam edərsə bu zaman yəni biz martingelə gedəcəyik. Amma inşallah ki ehtiyac olmaz, çünki 15 saniyə təqribən qalıb bizim əməliyyatımızın bitməyinə və nəticəsi də 1.76 xeyirlə çıxacaq. Yəni çünki 88%. Ümumi 3.76 verir, 1.76 xeyirlə. Və bu əməliyyatımız da plusla nəticələndi. Hətta bazarın, yəni açılış vaxtı, həftəlik şamın açılış vaxtı olmasına rəğmən bizim əməliyyatlar maşallah çox gözəl gedir. Və mən istəyərdim ki, elə maksimum bir dənə də əməliyyat açım, videoda çox uzun olmasın. Bu dəfə yenidən avro dollara qayıdıram, çünki elə 92% gözümə bilən o yaxşı dəyir. Avro dollar, buradan birinci hissədən seçirik və bir dəqiqəlik. Geç siqnal olaq. Deməli, analiz eləsin və aşağı verdi. Elə yaxşı oldu, biraz şamın açılış nöqtəsindən açmış olduq. Yuxarıda geçsə heç olmaz. Biz martingelə gedərik. Və hələ ki əməliyyatın bağlanmağına 45 saniyə var. Əslində mən bu saniyə aralıqlarını, yəni əməliyyat vaxtlarını istəyirəm videodan çıxardım, amma yəni sonra bəzi dostlar ola bilər ki, fərqli cür fikirləşsinlər. Ona görə elə hər şey minuslu olsa, pluslu olsa mən göz qabağında yəni göstərirəm onu zaten. Kör gör. Amma yəni yenə də özümü qarantiliyim, yəni bunların hər birini göstərim. Plus onsuz da hamı göstərir. Əsas minusları göstərməkdir. Biz birinci əməliyyatı açmışıq. Yəni minusumuz yoxdur əvvəlki əməliyyatlardan. Ona görə də bu valyuta üçün ilk əməliyyat. Sadəcə birinci əməliyyatı risk atırıq ki, görək plus gətirir. Gətirməsə də biz martingellərə üz tuturuq. İndi $4. Martingelinə, birinci martingelinə girəcəyik. Deməli, stoku seçdik. Aha. Yenidən belə oldu. Mən bircə dəqiqə stoku seçəyim. Məndə nəsə bəlkə də internetdə də problem, ona görə belə olur. Avro dollardayıq. Deməli, geç siqnal alaq. Dostlar, bizə də yenidən saxlayayım. Bura nəsə burada gəlir işarə kimi. Aha, gəldi yox.
aşağı verdi. Və biz də həmin siqnala uyğun olaraq aşağıya əməliyyat açdıq. Görək bu hissəni qırıb keçə biləcəkmi və yaxud bizə bir dənə korreksiya lazımdır ki, bir şamla, yəni biz xeyirlə çıxaq. Ondan sonra yəni bugünkü əməliyyatları artıq yekunlaşdıraq. Bizim $2 minusumuz var. 7.68 əgər bu əməliyyat gəlsə, yəni xeyir götürəcəyik. Yəni elə bir ki, üstündən 3.68 gəlir, $4 açmışıq. 3.68-dən də 2 çıxanda qalır 1.68 xeyrimiz. Yəni xeyirlə də bu valyutanı tərk edirik. Əgər plus gəlsə, gəlməsə belə mənim martingellərim elədir ki, özüm qurmuşam, yəni bunu yüksək faizlərdə daha çox xeyir verir. Yəni martingel səviyyələrini yüksəltdikcə daha çox xeyir verir. Və bu əməliyyat plus. Aha. Deməli 1.68-də buradan xeyir götürdük bayaqki ziyanı çıxandan sonra və artıq $2 enək. Burada da videonu saxlayaq. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bazardan, yəni vaxtında müəyyən qədər xeyir götürdükdən sonra çıxmaq lazımdır disiplin olaraq. Deməli videonu izlədinizsə bura qədər çox sağ olun. Bu arada like eləməyi, kanala abunə olmağı zəhmət olmasa unutmayın. Kim də bot haqqında ətraflı məlumat almaq istəyir qiyməti ilə bağlı, zaten hələ ki indirimdədir. Yaza bilər. Aşağıda mən yerləşdirəcəm TikToku da, Instagramı da, əlaqə vasitələrini. Oradan yaza bilərsiniz, məlumat ala bilərsiniz. Çox sağ olun. Özünüzə yaxşı baxın. Sizə bol-bol qazançlar arzulayıram.